Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Mən tanımayanlar üçün mən Əfsanə 11-ci sinifdə oxuyuram. 2-ci qrupa hazırlaşıram və bu gün mən məşğələ vloq çəkməyə qərara gəldim. Bu gün mənim saat 9-a Azərbaycan dili hazırlığım var və hal-hazırda saat 7:37-dir, 8-in yarısı və mən hazırlaşmağa başlayacağam. Saat artıq 9 işləyib və mən tez qayıt təkrar etməyə başladım. Belə, indi saat demək olar ki 4-dür və mənim evə gəldiyimdə artıq 4 saat keçib, çünki mən evə biraz gec qayıtdım, 12 yarısı qayıtdım. Əslində 11-də qayıtmalıydım, və indi oturub Azərbaycan dilini mənim evimdə bir film yazdım. Deməli artıq saat 11-dir və mən axır ki Azərbaycan yarımçı hazırlığımı bitirdim. Video bura qədər idi. Videonu izlədiyiniz üçün çox təşəkkür edirəm.